ki, arxada mütləq o rejimlə bağlı çox ciddi danışıqlar var və çox sərt tələblər var. Konkret olaraq bu indiki teokratik rejimin getməsi məsələsi var. Hətta mən bu gün rast gəldim, yenə bir məsələ müzakirə olunur ki, artıq Amerika orada yeni hakimiyyətin yeni komandasını formalaşdırır. Hətta bu vardı, artıq danışılır ki, artıq Vaşinqtonda bu hakimiyyəti, bu rejimi əvəz edəcək alternativ komandanın formalaşması ilə bağlı müəyyən hazırlıqlar var. Yəni, zaten Venezueladakı hadisələrə baxsaq, bu ağlabatandır. Çünki bütün hallarda bu rejim gedəcəksə, onun yerinə alternativ bir hakimiyyət olmalıdır. Yəni, mümkündür ki, bu alternativ komanda kənarda da olsun, mümkündür ki, həmin alternativ komanda ilə bu komandanın içindən də çıxsın. İndi daha çox açığı ekspertlərin əksəriyyəti hesab edirlər ki, burada ən məqbul fiqur Pezeşkandır. Yəni, bu indiki hakimiyyətin içərisində yeganə legitim hakimiyyət də Pezeşkan hakimiyyətidir. Yəni, o mollaları, falanları heç kim seçməyib. Yəni, özlərini seçib. Yəni, onun arxasında xalqın etimadı yoxdur. Xalqın, belə deyək də, səs verməsi yoxdur. Xalqın güvəni yoxdur. Orada yeganə xalqın güvəndiyi, seçdiyi prezident Pezeşkandır.